Dodaq dolgusu etmədən necə dodaqlarınızı həcmləyə bilərsiniz, onunla bağlı sirri paylaşacağım. Sadəcə düzgün çərçivələmək lazımdır. Mən Mistersin bu 765 nömrəli olan dodaq karandaşından istifadə edəcəm. Ən birinci başlayıram üst hissədən. Dodağımızın kənarında ağ kantiki var. Oradan üzərindən çəkirəm. Dodağımızın üstünə, yəni kənarına biraz çıxıram. Üst hissələrdən yuxarı çıxsam da bu uc hissələrinə, yəni olduğu kimi dodağımızın üstünü çərçivələyirəm. Alt dodağımda da həmin o kanta çəkəcəm. Bu fırça yaymaq üçün məncə idealdır. Bu halı ilə belə çox soft görünür. Tam bitirim, gəlirəm. Bulaş olaraq Kiko'nun bu 20 nömrəli pomadasından istifadə edəcəm, amma bunu direkt olaraq belə çəkməyəcəm. Aplikatorundan biraz yavaşca azca götürürəm və dodağıma yayıram. Qəşəng oldu. Əsas odur ki, öz dodağınızın rəngini tutuşdura biləsiniz ki, məncə çox dolğun göründü.